Salam uşaqlar, bu günləri 9-cu sinif bu riyaziyyat test toplusundan birinci bölməni sizinlə işləyəcək. Natural ədədlər bölməsi. Təkləri işləyəcəyik, cütləri də özünüz yazarsınız. Baxaq birinci suala. Deyir, ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. Birinci, ədədi 17-yə böldükdə, yəni x-i məsəl üçün 17-yə böldükdə, natamam qismətdə, qismət nədir? Cavabda yəni 3, qalıqda 16 alınır. X-i tapmaq üçün nə edirik? 17-ni 3-ə vurub, qalığı üstünə gəlirik. Eləyir 51 sayılı 16, 67. Cavab B variantı. Üçüncüdə deyir, ədədlərdən hansı 18-ə qalıqsız bölünür? 18-ə bölünən ədədlər, uşaqlar, 2-yə və 9-a bölünən ədədlərdir. 2 vur 9 çünki 18 eləyir. Yəni sonu cüt ədədlərlə bitən ədədlər 2-yə bölünür. Rəqəmlərinin cəmi 9-a bölünən ədədlər isə 9-a bölünürdü. Biz də bir-bir yoxlayırıq. 8 54, 12, 13, 14, 15. 15 9-a bölünmür. Sonu ümumiyyətlə tək ədədlə qutaranlara heç baxmırıq. Cüt ədədlə qutaranlara baxırıq. 4, 4. Baxaq bunlara 2 dənə bunlardan. 11, 14, 21, 25. 25 9-a bölünmür. 11, 18, 23, 27. 27 9-a bölünür. Sonda cüt ədədlə bitir deyə. Demək, həm də 2-yə bölünür. Həm 2-yə, həm 9-a bölünürsə, bu ədəd 18-ə bölünür. Cavab oldu C variantı. Gəldik 5-ciyə. X-in hansı D qiymətində bu ədəd 9-a qalıqsız bölünür? Hansı ədədlər 9-a bölünürdür? Rəqəmlərin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. 2 üstəgəl 3, 5, 5 üstəgəl 5, 10, 10 üstəgəl 4, 14. 14-ün üstünə neçə gəlsəm 9-a bölünər? Təbii ki, 4. Y variantı. Bu şvahidi. 7-ci. Ədədlərdən 2-yə və 5-ə tam bölünəni göstərin. Həm 2-yə, həm 5-ə bölünən ədədlər hansı ədədlərdir? Yəni 10-a bölünən ədədlərdir. 10-a bölünən ədədlərin də sonu 0-la bitir. Cavab E variantıdır. 9-cu. Kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Hər birinin qiyməti 2 manat artarsa, hər birindən bir ədəd almaq üçün nə qədər pul lazım olar? Hər birinin qiyməti 2 manat artarsa, şahid budur uşaqlar. Yəni hər birinin, yəni kitabın da qiyməti 2 manat artdı, bu da 2 manat artdı, bu da 2 manat artdı. Cəmi nə qədər artdı? 6 manat artdı da. 16-nın da üstünə 6-nı gələrək 22 manat. Cavab E variantı. 11. 11-də deyir ki, ədədi 7-yə böldükdə qalıq hansı ədəd ola bilməz? Ədədi 7-yə böləndə uşaqlar, qalıq 7-dən balaca ədədlər olmalıdır da. Ədədə ümumiyyətlə hər hansı bir ədədə böləndə qalıqlar həmin ədəddən balaca, böləndən yəni balaca olmalıdır. 7-dən kiçik ədədlər 6, 4, 2, 1-dir, böyük 8-dir. Yəni qalıqda 8 heç vaxt qala bilməz. Gəldik 13-ə. Ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, bu 4 rəqəmlə də 9-a tam bölünsün? 5 üstəgəl 6, 11, 11 üstəgəl 2, 13. 13-ün üstünə neçə gəlsək 9-a tam bölünər? 5 gəlsək, 13 üstəgəl 5 çünki 18 eləyər. 18 də 9-a tam bölünər. Cavab E variantı. Baxaq 15-ə. 15-də misalı yazmalıyıq. Yazaq. Baxın bir də diqqətlə. Burada bir-bir vura-vura getməyiz. Çünki burada 57, 57 eyni ədədləri görürsünüz. Eyni vuruqları daha doğrusu. Burada da 37, 37 eyni vuruq var. Onda neyniyək? 57-ni çıxardaq mötərizənin xaricinə. İçəridə nə qalsın? 38, üstə gəlinsin 42. Burada çıxdı, mən də çıx yazıram. İndi buradan nə çıxsın mötərizənin xaricinə? 37 çıxsın. 37 çıxarsa içəridə nə qalar? 38, üstə gəlinsin 42. Ne üçün üstə gəl elədim? Çünki mötərizənin qabağına əgər mənfi çıxartmışamsa, içəridəki işarə mütləq dəyişməlidir. Bərabərdir. 38 üstə 42 eləyir 80. Burada da elədi 80. İndi nə qaldı bizim misalımız? Oldu 57 vurulsun 80. Üstə gəlin, daha doğrusu çıxılsın 37 vurulsun 80. İndi hər birində nə var? 80 vuruğu var, düzdürmü? 80-ı çıxardaram mötərizənin xaricinə. Təzdən içəridə nə qalar? 57 çıxılsın 37. Bu da bərabərdir. 80 vurulsun 57-dən 37 çıxanda 20 eləyər. 80-ı da 20-yə vuranda 1600 eləyər. Cavab E variantı. Baxaq 17-yə.
17. 17-də bizə deyir ki, Əkob 19-38 çıx, Əbob 12-13 fərqini hesablayın. Əkob tapanda uşaqlar baxırıq ki, əgər bu iki ədəddən biri digərinə bölünürsə, elə Əkob özüdür. Əbob soruşsa, Əbobdakı böləndir. Əkob bölünəndir, Əbob böləndir. 38 19-a bölünür. Demək onda 19 ilə 38 üçün Əkob elə 38 özüdür. Çıxılsın. Gəldik Əboba. Əbob 12-13. Ardıcıl gələn ədədlərin əbobu 1-ə bərabərdir. Çünki ardıcıl gələn ədədlər qarşılıqlı sadə ədədlər adlanır. Qarşılıqlı sadə ədədlər nəyə deyilir? Əbobları 1 olan ədədlərə. Demək 12-13 üçün əbob 1-dir. 38-dən 1 çıxaram eləyər 37. Cavab oldu 37. B variantı. 19. 19-da bizə deyir ki, bölünəni 4 dəfə azaltdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın. Baxın uşaqlar, birinci olsun bölünən, bölən, qismət. Bölünən, bölən, qismət. Bir dənə bunun izahına diqqətlə baxın. Bölünənlə qismət bir-biri ilə düz mütənasibdir. Düz mütənasib. Yəni, bu artdıqca bu da artır, bu azaldıqca bu da azalır. Amma böləndən qismət bir-biri ilə tərs mütənasib asılıdır. Bunlar bir-biri ilə tərs mütənasib asılıdır. Bu artanda bu azalır, bu azalanda bu artır. İndi bizə deyir ki, bölünəni 4 dəfə azaltdıq. Bölünən 4 dəfə azaldısa, qaça-qaça gedib qismətə də yazıram. Bu da 4 dəfə azaldı. Böləni necə dəyişmək lazımdır ki, bunu? Qismət 3 dəfə artsın. Qismətin 3 dəfə artması üçün nə etməliyəm? Bunu 12-yə vurmalıyam da. 12 4 ilə ixtisar getsin, 3 qalsın. Əgər bunu 12-yə vururamsa, onda bunu 12-yə bölməliyəm. Çünki bunlar tərsi idilər bir-biri ilə axı. Demək, nə etməliyəm? 12 dəfə böləni azaltmalıyam. D variantı. D. 21. 21-də deyir ki, n-in hansı qiymətlərində əbob n10 bərabərdir, n bərabərliyi doğrudur. Əbob nə idi? Yəni, hər ikisinin bölündüyü ədəd. Burada n-in yerində təbii ki, onun bölündüyü ədədlər olsa, hər biri ona bölünər. 1 olsa, 10-la 1, onda cavab əbob 1 olar. 2 olsa, 2 olar. 10 hansı ədədlərə bölünür? 1-ə, 2-ə, 5-ə, 10-a. Demək, cavab 1, 2, 5, 10. C variantı. Sonra gəldik 23-ə. Burada deyir ki, bu ifadənin qiymətini hesabla. Bir dənə fikir verin bu ifadəyə. Burada yazıb 100 çıx 99. Üstə gəl 98 çıx. Gəlin bunu belə qruplaşdıraq. 100 çıx 99, 98 çıx 97, 96 çıx 95. Nəhayət 2 çıx 1-ə. 100-dən 1-ə qədər nöqtə qoyubsa, yəni davam edir də, 1-ə qədər davam edir. 100-dən 1-ə qədər ədədlər 2-2 qruplaşdırsaq, demək 50 dənə qrup yaranar da. 50 dənə qrupun da hər birinin cavabı 1 eləyir. Baxın, 1, üstə gəl 1, üstə gəl 1. Demək, onda neçə dənə 1 oldu? 50 dənə 1 oldu. Cavab oldu D variantı. Gəldik 25-ə. 25-də bizə deyir ki, bu ədədin 18-ə bölünməsindən alınan qalığı tapın. Demək, 18-ə bölünməsindən alınan qalıq, biz bayaq dedik ki, hansı ədədlər 18-ə bölünür? 2-yə və 9-a bölünən ədədlər 18-ə bölünür. Biz də baxırıq ki, baxın, bu hasil, bax, 10-a qədər olan hasil içində 2 də var, 9 da var. Yəni, mən bu hasili bu şəkildə yazsam, baxın, uşaqlar, 5, 6, 7, 8, 9, 10. Üstə gəl 27-dən yazmıram, çünki o üstə gəldi. Mən bunu 18-ə bölə bilərəm də. Baxın, 18 elə bir 2 ilə ixtisar gedər, 9 qalar, 9 da 9 ilə gedər. Görürsünüz, tam bölünür. Demək, əgər, belə yadda saxlayın, hasilin içində, hasil bu ruğa bölünürsə, bu ədədə bölünürsə, necə daha doğrusu bölündüyünü yoxlamaq olar? 18, 2 vur 9-u, bunun içində 2 vur 9 varsa, bu hasil mütləq 18-ə tam bölünür. Onda yerdə qalır 32.
İndi 32 özü də 18-ə tam bölünür, düzdür? Biz demək ancaq 32-ni böləcəyik 18-ə, eləyəcək 1, qalıq nə qalacaq? 14. Qalıq 14. Bu da deyir, alınan qalığı tapın. Alınan qalıq neçə oldu? 14. İndi gəldik 27-yə. 27-də bizə deyir ki, 27-də deyir ki, bu ədədi 3-ə tam bölünür ədəd. Hansı ədədlər 3-ə tam bölünür? Ədədin rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə tam bölünür. Hesablayıram. 2 üstəgəl 3, 5, 5 üstəgəl 8, 13. Aha, 13-ün üstünə neçə gəlsəm, yəni A ilə B-ni gələndə 3-ə tam bölünməlidir. Onda 13-ün üstünə neçə gəlsəm bölünər 3-ə. Birinci 2, 13 üstəgəl 2, 15 eləyir, 3-ə tam bölünür. Sonra 3-ə bölünən ədədlər 3-ü çarpdığı üçün elə çətini birinci tapdığımdır. Tapıram, sonra 3-ü çarpıram. 2 olsa, 5 olsa, 8 olsa. 2 rəqəmli ədədləri yazmıram, tək rəqəmli ədədlər ancaq 2, 5, 8 olsa. A üstəgəl B cəmi bu ədədlər ola bilər. Bu da bizə deyir ki, 27-də hansı o ədəd ola bilməz? 8 ola bilər, tapdıq. 5 ola bilər. 7 ola bilməz. 11 ola bilər. 7 ola bilməz. 11 ola bilər. 2 ola bilər. Onda davam edək. 2 dənə ədəddirsə tək rəqəmli yox, elə cüt rəqəmli də, qoşu rəqəmlər də yaza bilərik. 8-in üstünə 3 gəlirəm, 11. Yəni görürsünüz, bax 11 də ola bilər. 2 də var idi, o da ola bilər. Cəm 7 ola bilməz. Necə toplayanda 7 olar? 13-ün üstünə 7 gələndə 20 eləyir axı. 3-ə bölünmür. Keçdik 29-a. 29-da bizə deyir ki, bu ədədin neçə müxtəlif sadə vuruğu var. Neçə müxtəlif sadə vuruğunu tapmaq üçün nə edirik? Sadə vuruqlara ayırırıq. 6, vur 8, vur 35. Baxın, buna belə qolbudaq çəkirik. Qolbudaq. 6 nə deməkdir? 2 vur 3 deməkdir. 8 nə deməkdir? 3 dənə 2-dir. 2, 2, 2, 2 vur 2, vur 2 deməkdir. Düzdür? 35 nə deməkdir? 5 vurulsun 7 deməkdir də. Başqa cür necə ayıra bilərik ki onu? İstəyirsiniz gedin belə sadə vuruqlara belə yana-ki ayırın əkop kimi. Eyni şeydir. Neçə müxtəlif sadə vuruqlar? Müxtəlif deyir. Bir dənə 2, bir dənə 3, 2 təkrardır, təkrardır, təkrardır. Müxtəliflər, bunlar da müxtəliflərini istəyir, hamısını istəmir. Desəydi neçə sadə vuruğu var, hamısını götürərdik. 1, 2, 3, 4, 4 dənə Y variantı. Gəldik 31-ə. 31. 31-də bizə deyir ki, A ədədi B-nin böləni olarsa. Mən bayaqki misalda dedim sizə ki, bölünən, belə yadda saxlayın, əkobdur, bölən əbobdur. A ədədi B-nin bölənidir. Bölənidirsə belə çıxır ki, B bölünənmiş, A bölənmiş. Onda bölünən dedik əkobdur. Kimin yadından çıxır, qeyd eləsin özü üçün qaydaya. B bölünəndir, bölünən əkobdur, bölən əbob. Bu da deyir ki, əbob AB-ni tap. Əbob nə oldu? A. Cavab yəni B variantı. 33. 33-də deyir ki, A ədədi B-nin böləni olarsa. A ədədi B-nin yenə də bölənidir. Böləni, diqqətlə oxuyun. Böləni, bölən ikinci dayanır. Onda yenə də B bölünəndir, A böləndir. Bu dəfə əkobu istəyir. Əkob dedim sizə ki, bölünəndir. A ilə B üçün əkob B-dir. B də hansı variantdadır? B variantında elə. Cavab B variantı. 35. 35-də bizə deyir ki, təkliflərdən hansı doğru deyil? A-da deyir ki, tək ədədlə cüt ədədin hasili tək ədəddir. Təki cütə vuranda tək ədəd alınır. Bir dənə yoxlayaq. 3 tək ədəddir. Cüt ədəddə 4 götürək. 3 vur 4, 12. Nə oldu? Tək ədəd olmadı ki, cüt oldu. İstənilən tək ədədi də, cüt ədədi də cütə vuranda cavab nə olur? Cüt ədəd alınır. Hansı doğru deyil? Elə A variantı doğru deyil. 35-də A variantı. 37. 37-də bizə deyir ki, əkob tap. Əkobu necə tapırdıq uşaqlar? Sadə vuruqlara ayırırdıq, düzdür. 60-ı sadə vuruqlara ayırırıq. Ən sadə yol, burada 0 görəndə demişəm sizə 0, 10 deməkdir də. Onu 2 vur 5 bir dəfəyə yazın, düşürdün altını. Bir dənə 6 qaldı. 6-nı 2-yə böləndə 3, 3-ü 3-ə böləndə 1. 175-i də vuruqlara ayırın. Birinci hansı ədəd ürəyiniz istəyir, bölün. Kiçikdən böyüyü düzməsəz də olar.
175 sonu 5 ilə qutaran ədəd 5-ə bölünür. Mən birinci 5-ə bölürəm. Olacaq 35. 35 də 5-ə bölünür. 7, 7, 7 bölünür. 1. Əkök tapanda nə edirdik? Eyniləri aparırıq. Baxın, 5, 5. Başqa var. Burada 2, 2, 3 var. Burada 5, 7 var. Daha yoxdur. Onda demək nə edəcəm? Bax, buradakı ədədi götürüb, bax, əkök tapanda ən qısa yol. Bunu götürüb, burada yerdə qalanlara vururam. Buna vuracağım, buna vuracağım, bir də buna vuracağım. Tərsinə də elə bilərsiniz. İstəyirsiniz 60'ı götürün, burada yerdə qalanlara vurun. Fərqi yoxdur. Demək 2 vur 2, 4, 4 vur 3, 12. 175'i vuracağım 12. 175'i vuracağım 12. 2 vur 5, 11 yadda, 15 bir yadda, 3, bu da 175. 1'i vuranda 0, 11 yadda 1, bu da 1 yadda 2. 2100 idi cavab D variantı. Sonra gəldik indi 39'a. 39'a bizə deyir ki, n və n tək ədədlər olarsa, ifadələrdən hansının qiyməti cüt ədəd olar? N və n tək ədədlər olarsa. Tək ədəddir, məsəl üçün, qiymət verin həmişə belə misallarda rahat olsun sizə. Buna 1 verirəm, buna 3 verirəm. Gedirəm, yoxlayıram. Deyir ki, hansının qiyməti cüt ədəd olsun. Yəni, vuranda bir-birində cüt ədəd olsun. 1 vur 3, 3 eləyir, tək ədəd elədi. 1 üstə gəl 3, 4 eləyir. Görürsünüz, başqa ədədlərdə tək ədədlər qoysunuz, təkin üstünə tək gələndə həmişə cüt eləyəcək. Demək, cavab nə oldu elə? B variantı oldu. Gəldik 41'ə. 41'də deyir, həm 2-yə, həm də 3-ə bölünən ədədi göstərin. Həm 2-yə, həm 3-ə bölünən ədəd. Yəni 2-yə bölünən ədəd nə olmalıdır? Sonu cüt ədədlə bitməlidir. Sonu cütlə bitir bu, bu, bu. 3 dənə. Həm də 3-ə bölünürsə rəqəmlərin cəmi 3-ə bölünməlidir. 6 üstəgəl 1, 7, 7 üstəgəl 2, 9, 9 üstəgəl 4, 13. 13 3-ə bölünmür. 6 üstəgəl 5, 11, 11 3-ə bölünmür. 1 üstəgəl 6, 7, 7 üstəgəl 8, 15, 15 3-ə bölünür. Cavab oldu Y variantı. Demək, sonu həm cütlə bitdi, həm də rəqəmlərinin cəmi 3-ə bölündü. Gəldik 43'ə. 43'də bizə deyir ki, 3 ildən sonra bunu yazaq 43. 3 ildən sonra Anarla Kənanın yaşlarının cəmi 23 olacaq. 3 ildən sonra 23 olacaq. 3 ilə Anar da böyüyəcək, Kənan da böyüyəcək, yaşlarının cəmi 23 olacaq da. Onda biz nə edəcəyik? 3 ildən sonra 23 olacaqsa, indiki yaşlarının cəmi neçə olar? 23'dən 2 vur 3'ü çıxacağım da. Bu da 3 il böyümüş olur. Axı bu da 3 il, 6 il böyümüş olur da cəmi. 23'dən 6 çıxanda eləyər 17. Demək, indiki yaşlarının cəmi 17 imiş. Yaş məsələlərinə ümumiyyətlə diqqətlə fikir verin. Həmişə, çünki uşaqlar çox vaxt çaşırlar. Birinin yaşını hesablayırlar, digərinin böyüməyini hesablamırlar ki, o da böyüyür. Bu böyüyürsə, bu da böyüyür də. Gəldik 45'ə. (45) 45'də bizə deyir ki, n tək, m cüt natural ədədlər olarsa ifadələrdən hansının qiyməti tək ədəd olar? N təkdir, m cütdür. Məsəl üçün, bu 1'dir, bu 2'dir. Belə ədəd verin, həmişə rahat olsun. Qiyməti də tək olsun. 1 üstəgəl 2 eləyir 3. Elə bu birinci A variantı oldu. Tək ədəd oldu. Nə versiz yəni olacaq? İstəyirsən birinə tutaq ki 3 verginə, birinə 4 verginə. 3 üstəgəl 4, 7 tək ədəd olur. Yəni bir tək, biri cütdürsə, təkin üstünə cüt gələndə həmişə bilin ki tək ədəd edir də. Cavab oldu A variantı. Keçdik 47'yə. Ədədlərdən deyir, neçəsi sadədir? Neçəsi sadədir? Bunlardan sadə ədədlər nəyə deyilir? Özünə və birə bölünən ədədlər sadə ədədlər adlanır. 2 sadədir, heç nəyə bölünmür özündən başqa. 23 sadədir, 29 sadədir, 46 cüt ədəddir. Cüt ədədlərdən 2, bir dənə yeganə ədəddir ki, sadə ədəddir. Yerdə qalanların hamısı 2'yə bölünür ən azından. Ona görə sadə deyil. 101, 101 sadədir. 119 sadədir. Yox, sadə deyil. 119 7'yə bölünür. 7'yə bölünür. Aha, sonra 122 cütdür, mürəkkəb ədəddir. Demək, sadə bir mürəkkəb ədəd olmağını gözə yarı tez-tez ondan yoxlayırsınız ki, sonu cüt ədədlə bitmir, yəni 2'yə bölünmür. Rəqəmlərinin cəmi 3'ə bölünürsə, o heç mürəkkəb ədəddir, bölünmürsə,
5-ə bölməni yoxlayın. Sonu 0-la 5-lə quturan ədədlər. Yəni qaydalara əsasən tez-tez tapırsınız. Demək 1, 2, 3, 4. 4 dənə sadə ədəd var. Cavab D variantı. 49. 49-da deyir ki, bu ədədlərdən neçəsi 6-ya tam bölünür? Neçəsi 6-ya tam bölünməsini tapmaq üçün nə edirik? 6-ya hansı ədədlər bölünürdü? 2-yə və 3-ə bölünən ədədlər. Çünki 2 vur 3 6 eləyir. 2-yə 3-ə bölünən ədədlər 6-ya bölünürdü. 2-yə bölünən ədədlərin sonu cüt ədədlə bitməlidir. Rəqəmlərinin cəmi də 3-ə bölünməlidir. Demək onda baxırıq sonu cütlə bitən bir budur, budur, budur. 3 dənəsi. Bunların rəqəmlərinin cəminə baxırıq. 3 üstəlik 2, 5, 8, 4, 12. Demək, bir dənə bu bölünür. Sonra 6, 8, 8 üstəlik 6, 14. Bu bölünmür. 6 üstəlik 9, 9 üstəlik 6, 15. 15 də 3-ə bölünür. 2 dənəsi. Cavab E variantı. Baxaq 47-yə. 47-ni dedik. Baxaq 49-da dedik. Baxaq 51-ə. Bölünəni 6 dəfə artırdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə azalsın. Bayaqları bunun qaydasını verdim sizə. Dedim ki, baxın demək 51. Dedim ki, bölünəni 6 dəfə artırdıqda. Birinci gəlin yazaq. Məsəl üçün A bölü B bərabərdir C. Dedik ki, bunlar düz mütənasibdir, bunlar tərs mütənasibdir. Bölünəni 6 dəfə artırdı. Baxın, bölünəni 6 dəfə artırdıqsa qaça-qaça. Buna da tez yazırıq ki, bu da 6 dəfə artdı. Çünki düz mütənasibdirlər. Böləni necə dəyişmək? Yəni bunu necə dəyişmək lazımdır ki, qismət 3 dəfə azalsın. 3 dəfə azalması üçün mən bunu gərək 2-yə bölüm ki, 6 bölü 2 3 eləsin də, düzdür? Bunu 2 dəfə azaldıramsa, onda bunu mütləq 2 dəfə artırmalıyam. Çünki bunlar tərs mütənasibdirlər. Böləni nə etməliyəm? 2 dəfə artırmalıyam. D variantı. Gəldik 53-ə. 53-də bizə deyir ki, 53. 53-də bizə deyir ki, Abbasın addımı 90 cm, Eldarın addımı 80 cm-dir. Hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar? 90 cm ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar. Aha, 90 cm bu atır, 80 cm bu atır. Biz onda bunların addımlarının üst-üstə düşməsi üçün nə etməliyik? 90 ilə 80-da əkov tapmalıyıq təbii ki. Sıfırları kənara qoysaq 8 ilə 9 ardıcıl ədədlər olduğu üçün onlar üçün əkov 72-dir, hasildir. Ardıcıl ədədlərin ortaq məxrəci hasildir. 72, yanına da bir sıfır atırıq, 720. Cavab olacaq 720. E variantı. 55. 55-də bizə deyir ki, 55-də burada neçə minlik var? Minin yanında neçə sıfır var uşaqlar? 3 dənə sıfır düzdür. Neçə minlik tapacağıq deyə onu nə edirik? Minə bölürük. Minə böləndə 3 dənə ədəd keçirik geriyə. 1, 2, 3. Bax, düşdü bura. Oldu 530. 530 dənə minlik var. Çox uşaq çaşdırır, mərtəbə vahidini deyirlər. Deyirlər ki, aha, sıfırda minlik var burada, mərtəbə vahidi ilə işləyirlər. Xeyr, mərtəbə vahidi sözünü desə ki, hansı, neçə mərtəbə vahidində minlik mərtəbə vahidi neçədir? Hə, onda sıfırdır yəni. Amma neçə dənə minlik var deyirsiniz, ona görə minə bölün. Neçə yüzlük var, 100-ə bölün. Neçə onluq var, 10-a bölün. Yəni, belə tapırsınız. Keçdik 57-də. Bölən 5 olarsa alına bilən qalıqların cəmini tapın. Bayaq dedim sizə uşaqlar. Demək 55-də cavab nə oldu? 530 yazaq Y variantı. 57. 57-də deyir bölən 5 olarsa. Mən də sizə dedim ki, bölən 5 olarsa, bölən hər neçədirsə, qalıqlar ondan balaca ədədlər olmalıdır. Özü də ola bilməz. Bölən özü də ola bilməz. Böyük də ola bilməz. Alına bilən qalıqlar hansı ola bilər uşaqlar? 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər. 5-ə qədər olan ədədlər. Bunların cəmini istəyir. 3, 3, 6, o da 4, 10. Cavab elədi 10A variantı. Keçdik 59-a. Baxaq 59-a. 59-da bizə deyir ki, təkliflərdən hansı doğru deyil. 2 cüt natural ədədin cəmi həmişə cüt ədəddir. Baxaq. Bir dənə olsun 2, bir dənə olsun 4. 2-nin üstünə 4 gələndə doğrudan da 6 eləyir. Həmişə cüt ədəd alınacaq. Neçə qoysaz belə? Doğrudur. Natural ədədlərin cəmi həmişə natural ədəddir. Natural ədədlər hansı ədədlərdir uşaqlar?
1-dən başlayırıq sonsuza qədər. 1, 2, 3, 4 və s. 0 tam ədəddir. 0 natural ədəd sayılmır. Mənfilər də natural ədəd deyil, mənfilər də tam ədəd sayılır. Natural ədədlər 1-dən başlayır. Demək, natural ədədlərin cəmidir, həmişə natural ədəddir. Bəli, natural ədədlərin cəmi həmişə naturaldır. Natural ədədlərin fərqi həmişə naturaldır. Xeyr, natural ədədlərin fərqi həmişə natural olmur, tam da ola bilər. Məsəl üçün 3 çıx 5. Mənfi ədəd alındı. Görürsüz, mənfi ədəd natural deyil. Demək, C variantı doğru deyil. 59-da. Gəldik 61-ə. 23-ə böldükdə qalığı 15 olan ədəd hansıdır? 23-ə böldükdə qalığı 15 olan ədədi tapmaq üçün buradan bir ağac bölmə ilə tapacaqsınız onu. Böləcəksiniz. Mən indi bunu şifahi tapacağım. Siz özünüz ağac bölmə ilə eləyirsiniz. Və yaxud da belə də eləyə bilərik. Qalığı çıxaq, 345-dən 15-i çıxaq, 330. 330 görürəm ki, 23-ə tam bölünmür. 1, yəni özünüz bölün 23-ə qalığı tapın. Mən bunu eləmirəm. Sonra gəldim 63-ə. 19-u böldükdə qalıqda 4 olan ədəd hansıdır? Burada da ağac bölmə ilə 1 variantların hamısını bölün 19-a və qalığı tapın. Ki, qalıq hansında 4 qalacaq. Gəldik 65-ə. 2, 0, 5 rəqəmlərindən düzələn bütün 2 rəqəmli ədədlərin cəmini tapın. Gəlin bunu yazaq. 2, 0, 5 ilə 2, 0 düzəlir. 2, 5 düzəlir. Sonra 2 ilə 22 də düzəlir. 22. Sonra bütün 2 rəqəmli ədədləri istəyir də. Rəqəmləri müxtəlif desəydi 22 yazmazdım. 2 ilə başlayanları bitirdik məncə. İndi keçdik 5 ilə başlayan. 5 ilə 5, 55 yəni 5 ilə 2, 5 ilə 0. Bütün 2 rəqəmli ədədlərin cəmini indi istəyir bizdən. Bunların cəmini də tapaq. Bu elədi 45, bu elədi 77, bu elədi 102. Bunları da toplasaq 77-nin üstünə 102 gələndə 179, 179-u da 45 ilə toplayanda 14 bir yadda, 12 bir yadda, 224 cavab B variantı. Gəldik 67-yə. 67. 67-də deyir ki, tir ən azı hansı uzunluqda olmalıdır ki, onu 60 santimetrlik və 50 santimetrlik hissələrə itkisiz bölmək mümkün olsun. Belə tip məsələlərdə uşaqlar yadda saxlayın. Ortaq məxrəc əkob yəni tapırsınız. Ortaq məxrəc deməyim. Əkob tapırsınız. 50 ilə 60-a əkob tapırsınız. Əkobda ardıcıl gələn ədədlərin əkobu hasildir. 5, 6 eləyir 30. Bu 2 sıfırdan birini qoyuruq yanına. Cavab 300. 300. Gəldik 69-a. 69-da bizə deyir ki, 62 oğlan və 93 qız idman yarışlarında tərkibləri eyni olan komandalarda iştirak edirlər. Hər komandada neçə qız var? 62 ilə 93 deyir. Onda belə yazaq. 62 ilə 93 üçün burada tərkibləri deyir eyni olan komandalar deyirsə, onda bunu mütləq burada biz əbob tapmalıyıq. Əbob tapmaq üçün nə edirik? Vuruqlara ayırırıq. 31 sadə ədəddir. 93-ü də ayırırıq. 93 3-ə bölünür eləyir 31. 31 də 31-ə bölünür 1. Buradan eynilər hansılardır? 31-lər. Demək, əbob nədir? 31. Demək, neçə dənə komanda düzəldəcəklər? 31 dənə komanda düzəldəcəklər. Hər komandada neçə oğlan olacaq? 62 oğlan var idisə, 31 komandanın hər birində 2 oğlan olar, 3 qız olar. Düzdür? Hər komandada deyir neçə qız var? 3 qız var. C variantı. Gəldik 71-ə. 71-də bizə deyir ki, idmançıları əvvəlcə hər cərgədə 6 nəfər, sonra isə hər cərgədə 15 nəfər olmaqla sıraya düzdülər. Baxın, cərgələrdir. Bilmirik nə qədər. Hər cərgədə deyir 6 nəfər. Sonra isə hər cərgədə 15 nəfər olmaqla sıraya düzdülər. Əvvəlcə 6-6 düzüblər, sonra da 15-15 düzüblər. Cərgələrin də sayını bilmirik nə qədərdir. İdmançıların sayı 110-dan çox, 145-dən az olarsa onların sayı neçədir? Demək,
Cərgəyə həm 6-6 düzə bilirlər, həm 15-15 düzə bilirlərsə, demək onda biz elə bir ədəd tapmalıyıq ki, 110-dan 145-in arasında həm 6-ya bölünsün o ədəd, həm də 15-ə bölünsün. Baxaq, burada 110-dan cavablardan da tapa bilərik onu, amma özümüz də tapa bilərik. Gəlin elə cavablardan tapmıram, elə özümüz tapaq. 6 ilə 15 üçün biz əlvəcən əkop tapmalıyıq. 6 ilə 15-ə əkop tapaq. 15-i də sadə vuruqlara ayırıram. 15 3-ə bölünür 5, 5 5-ə bölünür. 3-lər getdi. Əkobu necə tapırdıq? Buradakı ədədə yerdə qalana vururduq bu ədədi və yaxud da 6-nı 5-ə vururduq. 15 vur 2, 30. 6 ilə 15 üçün əkob oldu 30. İndi baxıram ki, deyir ki, bidmançıların sayı 110-dan 145 arasında yerləşir. Yəni 30-u neçəyə vursam 110-dan 145 arasında yerləşir. Təbii ki, 4-ə vursam. Baxın, 30 vur 3 90 eləyir, 110-dan az olur. 4 dənəsi 120 eləyir, 5 dənəsi 150 eləyir. 30 vur 5 uca ötür 145'i. 120. Demək 120 ədədi. İndi mən onu istəyir 4'ə vururum, istəyir neçəyə vursam belə. 6'ya da bölünəcək 15'ə də. Çünki 36'ya da bölünür 15'ə də. Cavab 120. Ne üçün 4'ə vurdum? Bir də deyirəm. Çünki mənə deyir ki 110'dan 145 arasında olsun. Siz elə belə də tapa bilərdiniz. Cavablardan da tapa bilərdiniz. Gedin bir-bir götürün. Görün bunlardan hansı 110'dan 145 arasında yerləşir, bunların hamısı düzdür. Hansı biri həm 6'ya bölünür, həm 15'ə. Bir-bir tapırsınız. Belə daha rahatdır amma. Belə də tapa bilərsiniz ki 120 həm 6'ya bölünür, həm 15'ə. Gəldik 73'ə. 73'də bizə deyir təkliklərdən hansı doğrudur? Baxaq. Rəqəmlərin cəmi 9'a bölünən natural ədəd 9'a tam bölünür. Bəli. Bu doğrudur. Qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni onların hasilinə bərabərdir. Qarşılıqlı sadə ədədlər hansı ədədlərdir uşaqlar? Bir-biri ilə Loreley'də desək ixtisar getməyən ədədlər. Məsəl üçün 3 ilə 5, 8 ilə 9, 8 ilə 11, 10 ilə 13 və s. və s. Yəni əbobları 1 olsun. Qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni, yəni ə, ki, o, bu, əkobu onların hasilinə bərabərdir. Bəli, əbobları 1'ə bərabərdir, əkobları hasilə. Doğrudur. 2 ədədin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. Baxaq. 2 ədədin ortaq bölünəni. Məsəl üçün, mən burada 2 ədəd 62 ilə 93 ayırmışdım. Bunların ortaq bölünəni. Yox, onda söhbət buna gelmir. Bölünən deyil. Bölən desəydim onu götürə bilərdim. Məsəl üçün, götürürəm 3 ilə 6, ya 8, 3 ilə 8. Deyir ki, 2 ədədin ortaq bölünəni, yəni 3 ilə 8'in ortaq bölünəni 24'dür də. 24 həm 3'ə bölünür, həm 8'ə. Həmin ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. Bəli, mən 24 yox, məsəl üçün 48 götürərdim. 48 3'ə də bölünür, 8'ə də. 48 24'ə də bölünür. Bəli, bu da doğrudur. Dördüncüdə deyir, 2 tək ədədin cəmi tək ədəddir. Xeyr. Məsəl üçün 3 üstəgəl 5 8 eləyir, cüt ədəd eləyir. 4 doğru deyil. Cavab 1 2 3 E variantı. Gəldik 75'ə. Həm 2'yə, həm də 7'yə bölünən, tam bölünən neçə 2 rəqəmli ədəd var? Baxaq. Həm 2'yə, baxın, həm 2'yə, həm də 7'yə tam bölünən neçə 2 rəqəmli ədəd var? Həm 2'yə, həm 7'yə bölünən ədəd 14'ə bölünən tam ədədlərdir də. 2 vur 7, yəni 14'ə bölünən. 14, 28, 42, 56, 14, 14 artır gedirəm. 14, 14 artırsa demək bu mütləq bölünür də 14'də. 70, 84, 98. 2 rəqəmli ədəd dedi də. 2 rəqəmli ədəd da 100'dən o tərəfə 150, 3 rəqəmli daxil. Bura qədər. 1, 2, 3, 4, 5, 6, 7 dənə. Demək, neçə 2 rəqəmli ədəd var? 7 dənə 2 rəqəmli ədəd var. 77. 77'də bizə deyir ki, əkob 54-96 böl əbob 54-96 nisbətini hesablayız. Eyni ədədlərdə fikir verin, eyni ədədlər. Eyni ədədlərin əkobunu, eyni ədədlərin əbobuna böləndə ortaq olmayan sadə vuruqların hasilini tapırıq.
ortaq olmayan sadə vuruqlarda nə ilə işarə edirdik? S ilə. Düsturumuz var idi. Əkob A, B bölünsün əbob AB bərabərdir S. S ortaq olmayan sadə vuruqların hasilidir. Məsəl üçün, burada bəyanları ayırmışdım vuruqlara. Baxın, 31 ortaqdır. Ortaq nədir? Şərik. Yəni, onda da var, bunda da. Amma ortaq olmayanlar bulardır. S əmsalı budur. 2 vur 3, 6. S budur. Aha, indi gəldik bunları tapmağa. 54 ilə 96-nı ayırırıq sadə vuruqlara. 54 böl 2, 27 böl 3, 9, 3, 3, 3, 1. 96 böl 2, 48 böl 2, 24 böl 2, 12, 2, 6, 2, 3, 3, 1. İndi bunlar üçün eyniləri xətt çəkirəm. 2, 2, 3, 3. İndi ortaq olmayanlar bulardır. Baxın, 3, 3. Burada da 2'lər. 2 vur 2, 4, vur 2, 8, 8 vur 2, 16, 3 vuruş 9. 16'ını da vururam 9'a bərabərdir 144. Cavab 144. Baxaq 79'a. 79'da bizə deyir ki, 2 ardıcıl cüt natural ədədin cəmi 66 olarsa bu ədədlərin böyüyünü tap. Cüt natural ədədlər bir-birindən nə qədər fərqlənir? 2, 2, düzdür. Demək, yazıram 79. 2, 2 fərqlənir də. 2, 4, 6, 8, 2, 2 fərqlənir. Yəni, birincisini n işarə edirəmsə, ikincisində n üstü yəni 2 işarə edirəm. Yəni, 2 vahid böyükdür bundan. Bu birinci ədədimiz, bu ikinci ədədimiz. Deyir, cəmi 66'dır. Cəmi 66'dır. N üstünə n gələrəm 2n. 66'dan 2 çıxaram 64. N bərabərdir 32. Demək, balaca ədədimiz 32'dir. O biri 32 üstəlik 34'dür. Bu da bizdən soruşur. Bu ədədlərin böyüyünü tap. Cavab nə olacaq? 34. Baxaq 80'ə. 81 daha doğrusu. 81. 81'də bizə deyir ki, 7, 8, 9, 10 ədədlərinə böldükdə qalıqda 2 alınan ən kiçik çox rəqəmli natural ədədi tapın. Bu biraz vaxt aparacaq, amma bunu belə izah edeyim, özünüz taparsınız. 7, 8, 9, 10 üçün sadə vuruqlara ayıracaqsınız, əkob tapacaqsınız və tapdığınız ədədində üzərinə 2 gələcəksiniz. Ardıcıl gələn ədədlərin belə də sadə yolla tapa bilərsiniz. Ardıcıl gələn ədədlərin ortaq məxrəci onların hasilidir. 7 ilə 8 üçün ortaq məxrəc, yəni əkob 56'dır. 9 ilə 10 üçün əkob 90'dır. 56 ilə 90'ı sadə vuruqlara ayıracaqsınız. Mən şifahi edəcəm bunu. 56'nı 2'ye bölünür. 28. 28'i də vuracam 90'a. 28. Mən şifahi tapacam əkobu. Tez olsun deyə. 9 vur 8. 72. 7 yadda. 18 o da 7 yadda. 25, 2520, üstünə də 2'nin gələcəm. Cavab 2522. Siz sadə vuruqlara ayırın, belə şifahi tapabilmişsə tapın. Çünki eyni şeydən bayaqdan nə qədər eləmişik. Gəldik 83'ə. 83. 83'də bizə deyir ki, A-nın hansı ən böyük qiymətində bu ədəd 45'ə tam bölünər? 45'ə bölünməsi üçün bunu özümüzdən belə ədədlərdə qayda düzəldirik də. 45 5 vur 9'dur. Yəni 5'in də qaydası var, 9'un da qaydası var. 5'in qaydasında o idi ki, sonu 0 və 5 ilə bitən ədədlər 5'ə bölünür. Yəni B ya 0'dır, ya da 5'dir. Sonra 9'a bölünən ədədlərdə də ki, rəqəmlərin cəmi 9'a bölünməli idi. Demək, onda B-nin yerinə birinci gəlin 0 qoyaq. Baxın, 4 A, 9, 0. 4 üstəyə 9, 13. 13'ün üstünə neçə gəlsəm bölünər. Yəni, B 0 olduqda. Onda A da nə olar? 13'ün üstünə 5 gəldikdə 18 eləyər, 9'a bölünər. A da demək 5 imiş. İndi B'yə 5 verirəm. B 5 olarsa 4 yazıram A, 9, 5. Onda A'nın qiyməti 4 üstə gəl 9, 13, 13 üstə gəl 5, 18. 18'in üstünə neçə gəlsəm 9'a bölünər. 18'in üstünə
9 gəlsəm, yəni A9 olsa 27 eləyər, 27 9-a bölünər. Demək, bir dəfə bu hal, bir dəfə də bu hal. Bu da deyir bizə ki, A-nın hansı ən böyük qiymətində? A-nın hansı ən böyük qiyməti deyir. A-nın 2 dənə qiymətini tapmışıq, böyüyü də 9-dur. Cavab A bərabərdir 9 qiymətində. Gəldik 85-ə. 85-də bizə deyir ki, A, B natural ədədləri üçün A bərabərdir 7B. Bu burada deyəsən yerləşməyəcək, yerim azdır. Keçək bu tərəfə. 85. A, B natural ədədləri üçün A bərabərdir yazıb 7B. Əkub AB deyir 28-dir. Buradakı A-nın yerinə mən 7B qoya bilərəm də, uşaqlar, düzdür. Yazaram ki, əkub 7B 28-dir. Əkub nədir? Əkub elə bir ədəddir ki, yəni buna da bölünsün, buna da. 7B ilə B üçün əkub, 7B özüdür. 7B 7B-yə də bölünür, B-yə də bölünür də. Demək 7B-dir. 7B-də demək 28-ə bərabərmiş, B-də 4-müş. Bu da deyir, A çıx B fərqini tap. Demək, B-ni tapmışam, A-nı da burada taparam da. Baxın, qoyuram yerinə 7 vur. B-nin qiyməti nədir? 4. 28. A da 28 imiş. Onda 20 A çıx B 28 çıx 4 eləyər. Cavab 24. Baxaq 87-yə. 87. 87. 87-də bizə deyir ki, A, B natural ədədlər və A vur B üstə gəl 3B bərabərdir 20. Olarsa A-nın deyir ala biləcəyi qiymətlərin deyir sayını tap. Burada hər birində B var. Görürsünüz? B-ni çıxardaram mötərizənin xaricinə. İçəridə qalar A üstə gəl 3 bərabərdir 20. Burada demək mən A-nın yerində elə ədədlər qoymalıyam ki, 20-nin tam bölündüyü ədədlər olsun da. Axı deyir AB natural ədəddir. Natural ədədlər yəni tam ədəd olmalıdır. Burada 1 qoysam 4, 1 üstəgəl 3, 4. 20-ni 4-ə bölərəm 5. B 5 eləyər. Buraya 2 qoya da bilərəm. 2 qoysam 2 üstəgəl 3, 5. 20-ni 5-ə bölərəm, onda B 4 eləyər. 20 başqa nəyə bölünür ki? 1-ə bölünür. Burada 1 ala bilmirəm heç cür. Amma burada 1 alıram. Bura 1 versəm A 17 olar. Çünki 1 vur 17-nin üstünə 3 gələndə 20 eləyər. Sonra bir də 20 20-yə bölünür. Bura bir də bura 20 verdik 17 üstəgəl 3 20 elədi. Amma bura 20 verə bilmirəm. Çünki bura gərək mənfi ədəd qoyum alınmayacaq. Başqa nə? Bir də 10-a bölünür. 10-a bölünməsi üçün mən əgər bura tutaq ki, bura 10 versəm, bura gəlir 2 ola. Bu da 2 olamayacaq, yəni mənfi ədəd verirəm. Amma 10 olmasını bura verə bilərəm. A-ya 7 versəm, bura 10 olar. 7 üstəgəl 3 10 eləyər. 20-ni 10-a bölsəm 2 eləyər. Demək, B-də 2 olar. Başqa məncə heç nə qalmadı. Bu da deyir, A-nın ala biləcəyi qiymətlərin sayını tap. 1, 2, 3, 4. 4 dənə. 4 dənə A-ya qiymət verə bilərəm. Gəldik 89-a. 89. 89-da deyir ki, 3 rəqəmli ABC və BAC ədədləri üçün bu bərabərdir 360 olarsa, A üstəgəl B cəminin ən kiçik qiymətini tap. Belə misallarda ABC nədir? Yəni üstündə xətt çəkilibsə nədir? 3 rəqəmli ədəddir də. Buradakı A üstə neçədirsə bu da ondandır. B neçədir bu da odur. C neçədirsə bu da odur. Eynidir də yəni. Ona görə eyni qoyublar. ABC-dən BAC-ni çıxanda 360 edibsə, mən də bunlara elə alt-alta çıxacağam. Baxın, ABC çıx BAC eləyib 360. C-dən C çıxanda 0 eləyir. Doğrudan da özü-özündən çıxıb da. Neçə qoysan elə özü-özündən çıxanda 0 eləyəcək. B-dən A çıxanda 6 eləyib. B-dən A çıxanda 6 eləyibsə, onda belə nəzərdə tutaq da. Bu neçəymiş ki? 6 eləyib. 9 olsa, məsəl üçün, əslində aça da bilərəm bunu. Açsaydım daha tez eləyərdik. 9 olsaydı, bu da 3 olsa alınardı. Amma burada 3 çıx 9 olmaz. Gəlin açaq.
Belə yerinə qoymağına çox gec olar. ABC-ni biz necə açırdıq uşaqlar? Gəlin belə yazım. Yaxşı belə yazıram. Necə açırdıq? Təkliklər, onluqlar, yüzlüklər. Baxın bunu necə açırdıq? 3 rəqəmli ədəddirsə, 3 rəqəmli ədəddə burada təklik dayanır, burada onluq dayanır, burada yüzlük dayanır da. Olur 100A, üstə gəl 10B, üstə gəl C, çıxılsın BAC. BAC-ni çıxıram. BAC-də də bu yüzlüklərdir. 100B, üstə gəlinsin 10A, üstə gəlinsin C. Bunu çıxıram. Bərabərdir 360 eləyir. 100A-dan baxın çıxanda 10A-nı eləyir 90A. 10B-dən çıxanda 100B-ni eləyir çıx 90B, mənfi 90B. C çıx C 0 elədi 360. 90-ı hər birini 90-a böləndə 90-a bölə bilərik. 90, 90, 360 da 90-a bölünür. Onda qalar A çıx B bərabərdir. 360 da 90-a bölərəm, eləyər 4. Bu da məndən A üstəgəl B cəminin ən kiçik qiymətini istəyirdi. Mən A çıx B-ni tapdım burada. A çıx B-ni tapdım. 90A, 10B çıx 100B eləyirdi, mənfi 90B. A çıx B-nin qiyməti tapıldı. Onda mən burada bir qiymət verməliyəm. Əgər A 9-dursa, bu 5-dir. A 8-dirsə, bu 4-dür. Cavabın 4 olması üçün. Bu 7-dirsə, bu 3-dür. Bu 6-dırsa, bu 2-dir. Bu 5-dirsə, bu 1-dir. Bu da deyir ki, A üstəgəl B cəminin ən kiçik qiymətini tap. 9 üstəgəl 5, 14. Ən kiçik qiymət elə 5 üstəgəl 1, 6 eləyəcək də uşaqlar. Bu 8 eləyir, bu 10 eləyir, 12, 14. Ən kiçik elə 6. Gəldik 91-ə. 91. 91-də əbob verilib bizə. Əbob AB bərabərdir 6. A vur B bərabərdir 180. A üstəgəl B cəmini istəyir. Əbob nə idi uşaqlar? A ilə B-nin hər ikisinin bölündüyü ədəd. Hər ikisinin bölündüyü. Yəni bu da 6-ya bölünür. Hansı ədəddirsə yerlərində bu da 6-ya bölünür, bu da 6-ya bölünür. Hər ikisi 6-ya bölünür. Bu bizdən soruşur 91-də A üstəgəl B cəmini. Bunu istəyir bizdən. İndi gəlin bunu tapaq. Əgər AB 6-dırsa, demək bunların hər biri 6-ya bölünür. Demək bu 6A-mış. Məsəl üçün bu da 6B-ymiş. Hasilləri də 180-dır. Həmin A ilə B-nin hasili 180-dır. Onda mən bunları biri 6A, biri 6B-dirsə, bunları bir-birinə 6A-nı 6AB-yə vuranda eləyər 36AB. Onda 180-ı bölərəm 36-ya, eləyər 5. Demək, onda mənim bu ədədlərim ikisi bir yerdə, yəni hasili belə deyim, yox, hasili 180 verilib, rəqəmlərimin cəmi. Bir də baxaq diqqətlə. Belə biraz düz gəlmir. Yəni belə tapmaqla gəl uşaqlar, bunun bir dənə belə bir düsturu var. Bunu belə tapa bilərik. Buna aid bizim bir düsturumuz var. Əbob AB kvadratı bərabərdir AB bölünsün C. Belə bir düsturumuz var. Bununla yaza bilərik. Əbob AB-nin qiyməti bizdə var 6. AB hasilimiz də var 180. Onda demək 6-nın kvadratı bərabərdir 180 bölünsün C. Buradan tənasüblə eləsək 36C bərabərdir 180. Mən əslində burada elə onu tapmışdım. C-ni tapmışdım. C 180 bölü 36 5. Bunu tapdım. Buradan da elə rəqəmlərin, ədədlərin cəmi də buradan 36 gəlib çıxacaq axırda. Elə eyni şeyə gəldik, çıxdıq. Onda belə yaza bilərəm. Əgər C 5-dirsə, onda demək biri, məsəl üçün 6 vurulsun
yerinə ədəd qoymaqla ancaq ola bilər. Yəni ikisi də baxın uşaqlar, biri tutaq ki, məsəl üçün 24 olsa, 24 yox, biri 24, biri 12 olsa əbab 6 ola bilməz. Biri 30 olsa, biri 6 olsa 6 olar. Yəni ədədlərdən biri 6A, biri də B olsa, 6-nı 5-ə vuraram, 30, B-nin də yerinə 6-nı qoysam, 30, bu da 6. Onda ədədlərin cəmi 30 üstə gəl 6 bərabərdir 36 olar. Cavab 36. A ilə B-nin cəmi olacaq 36. Keçək 93-ə. 93-də bizə deyir ki, 93. Bu kvadratı üstə gəl 4 ədədinin 25-ə bölünməsindən alınan qalır. Biz sonuncu rəqəmləri vuracağıq bir-birinə. 6 vur 1, 6. 6-nın kvadratı 36. 36-nın da üstünə 4-ü gələcək 40. 25-ə bölünməsindən alınan qalıq da eləyəcək. Ədəd bir cavab 1, qalıq 15. Baxaq 95-ə. 95. 95-də bizə deyir ki, M natural ədədi üçün bu bərabərdir buna. 2M çıx 1, 2M üstə gəl 1. Bunlar bir-biri ilə qarşılıqlı sadə ədədlərdir. Bir dəfə 1 azalır, bir dəfə də üstünə 1 gəlinir. Məsəl üçün M-in yerinə qoyuram 1 ya 2. 2 vur 2, 4, 4 çıx 1, 3. 4 üstə gəl 1, 5. 1 3-dür, biri 5. Bunlar qarşılıqlı sadə ədədlərdir. Məsəl üçün qoyuram başqa bir ədəd 10. 2 vur 10, 20. 20 çıx 1, 19. 20 üstəyə 1, 21. 19-dan 21 qarşılıqlı sadə ədədlər. Yəni biri 2M çıx 1, 2M üstəyə 1-dirsə, mütləq qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlərin əbobu da 1-ə bərabərdir. Demək, bu 1-ə bərabərsə, mən 4M çıx 7-ni bərabər eləyəcəm 1-ə. Bərabərdir 1, 4M bərabərdir 8, M bərabərdir 2-yə. Demək, onda əkov M2 tapmışamsa, aparıb yerinə qoyuram əkov tapmağa. 13 vur 2, 26. 26-dan çıxıram 2-ni, 24. 15 vur 2, 30. 30 sayılı 2, 32. 24 ilə 32 üçün də sadə vuruqları ayırsaz, görəcəksiniz ki, cavab eləyəcək 8-ə bölünürsə 3 vur 32, 96. Özü sadə vuruqları ayırıb tapa bilərsiniz 95-dən. Gəldik 97-yə. 97-də bizə deyir ki, bu ədədləri böldükdə, bayaq da belə bir çalışma var idi. Dedim ki, özünüz eləyərsiniz. Hətta qısa da yol göstərdim sizə. Eynən həmin çalışmada orada qalıqda 2 idi. 7, 8, bayaqları tapdım. 520 tapdım. Yəni 5200 neçəsə tapdım, cavabı yadımdan çıxdı. 2520 tapmışdım. Hə. Bunlar üçün əkov tapırsınız. Yəni bu ədədləri böldükdə qalıqda 1 olan ədəd 2520 idi. Uşaqlar bayaqları tapmışdım. Əkov tapırsınız da. 2520 üstünə də 1 gələcəksiniz. 2521. 99. 99-da deyir ABC natural ədədləri üçün A bərabərdir. Bu olarsa ABC hasilinin ən kiçik qiymətini tap. Baxaq 99-a. 99-da deyir ki, bunlar natural ədədlərdir. A bərabərdir B böl 7. Bu da bərabərdir 2-si. Demək, buradan tənasüblə eləsək, baxın uşaqlar, bir bunu tənasüb, bir də bunu. B bərabərdir A vur 7, 7A. Buradan da B bərabərdir 14C. Demək, belə çıxır ki, B həm buna bərabərdir, həm buna. Onda 7A da elə 14C-yə bərabərdir. Hər biri 7-yə bölünür, A bərabərdir 2C-dir demək. Bu da deyir ki, A bərabərdir 2C, onsuz da burada var idi. ABC hasilinin ən kiçik qiymətini tap. ABC hasilinin ən kiçik qiymətini tapmaq üçün özü natural ədədlərdir də, deyir. Natural ədəd, yəni kəsir deyil. Onda demək, mən bura C-yə məsəl üçün 1 versəm, bu A olar 2. Buna da A 2 daxil 2 versəm, B olar 14. Demək, C-yə 1 versəm, A 2 olar, B də 14 olar. C-yə burada da 1 verəndə elə B 14 olur. B də 14 olar. Demək, ABC hasilinin ən kiçik qiyməti A 2 vur 14 vur 1 elədi 28. Cavab 28. Gəldik 101-ə. 101. 101-də bizə deyir ki,
101. 101-də bizə deyir 7n üstəgəl 7. Bunlar ardıcıl cüt ədədlərdir. N-in ala biləcəyi qiymətlərin hasilini tap. Ardıcıl cüt ədədlər uşaqlar bir-birindən nə qədər fərqlənir? 2 fərqlərdə. Bir mən bunun üstünə 2 gəlsəm, bərabər olar buna. 2 fərqlənir axı. Demək, hər bir tərəfdə eyni işarəli nə varsa aparırıq. Çünki onsuz da 2 çıx 2, keçəndə bana 0 eləyəcək. Onda 7 bərabərdir 8n çıxılsın 7n keçir bu tərəfə n də bərabər olur 7. N-in ala biləcəyi qiymətlərin hasilini deyir tapqına. Yəni ala biləcəyi qiymətlər deyirsə, yəni bir dənə qiymət almır da. O biri qiymətləri də yəni tapmaq lazımdır. Bir neçə yəni qiyməti var. Yəqin ki 2 al mümkündür də. Başqa cür ola bilməz. İndi bir də belə tapa bilərik. Aha, burada da indi ikinci halda mümkündür də. Yəni əgər birinci ədəd budursa, ikinci ədəd budursa, onda bu şəkildə həll edirik, 7 alınır. Bir dəfə də ikinci ədəd budur, birinci ədəd budur. Yəni ki, ola bilər bu balaca ədəddir, bu böyük ədəddir. Onda 8n üstəgəl 2-dən çıxırıq 7n üstəgəlsin 7n bərabərdir 2. Buradan 8n-dən 7n-i çıxanda n, 2-dən 7-ni çıxanda -5 bərabərdir 2. Aha, yox, yenə də yerin tərsinə yazım deyəsən. Yox, ikinci ədəd, daha doğrusu ikinci ədəd bu, birinci ədəd bu olanda yerlərini dəyişik yazacaqdıq. 7n üstə gəlinsin 7 çıxılsın 8n üstə gəlinsin 2. Bunu bundan çıxacaqdıq. Səhv yazdıq. 7n-dən 8n-i çıxırıq -n. 7-dən 2-ni çıxırıq -5 bərabərdir 2. -n bərabərdir 2 çıx 5 -3, n də bərabərdir 3. İkinci n-miz də 3'dür. Biri 7'dir, biri 3. Bu da deyir, ala biləcək qiymətlərin hasilini tap. 7 vur 3, 21. Keçdik 103'ə. 103'də bizə deyir ki, x böl y bərabərdir 8, qalıq 3. X böl y bərabərdir 8'dir, qalıq deyir 3'dür. Sonra y bölünsün z bərabərdir 5, qalıq deyir 6 olarsa, x ədədinin son rəqəmini tap. Gəlin belə bir şey yazaq. X buradan nəyə bərabərdir? 8y üstəgəl 3'ə vurulur, üstünə də qalıq gəlinir. Buradan da y nəyə bərabərdir? 5z üstəgəlsin 6'ya. Burada bizə deyir ki, x ədədinin son rəqəmini tap. X ədədinin son rəqəmini istəyirsən, mən bu y-in qiyməti ki 5z üstəgəl 6 deyil, apar burada qoyacam yerinə. 8 vurulsun 5z üstəgəlsin 6, üstəgəlsin 3 bərabərdir. 8'i 5z-ə vuraram, 40z üstəgəl 8 vur 6, 48 üstəgəlinsin 3 bərabərdir. 40z üstəgəlinsin 51. Burada z istənilən bir ədəd nə olsa belə, sonu sıfırdan qutaran ədədə vuranda onu, sonu sıfırdan da bitəcək. Sonu sıfırdan bitən ədədin də üstünə 51 gələndə, sonu mütləq bir rəqəmi ilə bitəcək. Cavab 1, sonuncu rəqəmi 1. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. Bunlara da baxaq. Bunlara da ya da biraz video çox uzun oldu. Bunlara da gələn dərs ayrı dərslərdə baxarıq. Sağ olun uşaqlar. İnşallah gələn mövzumuzda görüşənədək.